Hər vaxtınız xeyirli olsun əziz və sevimli tamaşaçılarımız. Bugün yenidən sizinlə görüşə gəldik. Həkim nə deyir? Həkim nə deyir? Verilişində bir balaca dəyişiklik eləmişik. Əziz tamaşaçılar, verilişimizdə 2 qonağımız olacaq. 2 həkimlə söhbətimizi davam etdirəcəyik. Bugünkü qonağımız da ölkənin tanınan, eyni zamanda savadlı doktorlarından biri. Deyərdim ki, qadınların ən çox müraciət elədiyi həkimlərdən rinoplastika üzrə cərrah, Kraton klinikasının həkimi Elnurə Hacıyevadır. Qonağımız, xoş gəlmisiniz. Xoş gəldik. Xoş oldu mənə. Xoş gəlmisiniz Elnurə xanım. Necəsiz? Çox sağ olun. Necəsiz? Yaxşı olasınız. Təşəkkür edirəm. Bəli, mövzumuz çox maraqlı mövzudur və mən düşünürəm ki, son zamanlar, artıq deyərdik ki, 20 ilə yaxındır ki, bu dəbdədir. Nə? Rinoplastika. Rinoplastika, hansı ki, mən də bir zamanlar müraciət eləmişdim və nəticədən razı qalmışdım. Amma müraciət edərkən səhhətimlə bağlı müraciət etmişdim. Gedərkən düşündüm ki, nəyə görə həm də estetik bir toxunuş elətdirməyim. Amma indi kim məndən soruşur ki, burun əməliyyatı elətdirmisiniz? Deyirəm, hə, elətdirmişəm görünüşümlə bağlı. Halbuki görünüşümlə bağlı deyildi, çəpərəylili vardı. Birbaşa elə sizin sahənizdən başlayacağıq. Rinoplastika nədir və kimlər üçün uyğundur? Rinoplastika burnun həm funksional, həm anatomik problemləri olarsa, pasientlərin müraciət elədiyi bir sahədir. Burada burnun həm tənəffüs problemləri varsa biz onu həll edirik, həm də görünüşdən kimsə narazıdırsa müraciət edirlər. Biz də onu əməliyyat edirik və bir də var məcburən müraciət edən. Yəni travmadan sonra, onkoloji xəstəliklərdən sonra olan deformasiyalarda artıq məcburi müraciətdir və biz də burada rekonstruktiv rinoplastika ilə onlara yardım edirik. Hər halda rinoplastikadır. Həm funksiya dəyişməlidir, həm anatomiya dəyişir, həm görüntü dəyişir. Elnurə xanım, bəs yaş həddi varmı? Bəli, yaş həddini hardasa belə hesablayırıq da 17-18 yaşa qədər rinoplastika etmirik. Çünki burada həm sümüklərdə, həm qığırdaqlarda hələ struktur tam formalaşmır o yaşa qədər. Artıq müəyyən bir struktur formalaşdıqdan sonra 17-18 yaşdan sonra biz əməliyyatları edirik. Bir də 50 yaşdan sonra əgər sağlamlığı imkan verirsə pasiyentin bəzi göstərişlər varsa eləyirik. Neçə yaşda artıq eləmək olmaz? Yəni artıq bədən ona icazə verir. Bütün yaşlarda insan gözəlləşmək istəyir. Yəni bu rinoplastika elə bir sahədir ki, digər estetik sahələrlə birgə insanlar bütün yaşda bunu istəyirlər. Əgər sağlamlıqları, fiziki göstəriciləri əl verirsə, niyə də yox? Yəni biz özümüzü yaşlı gördüyümüz dərəcədə yaşlıyıq. Yəni elə insan var ki, 30 yaşında da özünü yaşlı görür. Eləsi var ki, heç 70 yaşında özünü yaşlı hiss eləmir. Yenə də dərinin strukturuna baxırıq, dərinin keyfiyyətinə baxırıq. Dəri yaxşıdırsa, əməliyyatdan sonra yığılma qabiliyyəti olacaqsa, bədəndə D vitamini, kollagen ehtiyatı yaxşıdırsa, niyə də yox? Doktor, bütün əməliyyatlar risk daşıyır. Bunu həmişə bütün həkimlərdən bu sözü eşidirik. Əlbəttə bunun da fərqindəyik. Amma daha çox hansı xəstəliyi daşıyan insanlarda, məsələn, rinoplastika eləməyi məsləhət görmürsünüz? Kimlər üçün risk daşıyır? Məsəl üçün, ən çox məsləhət görməzdim qan xəstəlikləri olan pasientlərə. Ümumiyyətlə, bütün əməliyyatlar onlarda ehtiyatla aparılmalıdır. Ancaq rinoplastika elə bir sahədir ki, etmək də olar, etməmək də olar. Və qan xəstəlikləri olan, ağır şəkəri olan, damar problemləri olan insanlara məsləhət görmürük bu əməliyyatlara getməyə və ən əsası psixoloji narahatlığı olan insanlara məsləhət deyil rinoplastika əməliyyatını elətdirmək. Doktor, bax, düzdür, mövzumuzdan bir balaca kənara çıxacağım. Bu yaxınlarda qarşıma belə bir video çıxmışdı ki, rinoplastikadan sonra oğlanın psixoloji vəziyyəti, psixi durumu bir balaca pozulub və aqressiya göstərir, evdəkiləri incidir. Bu nə qədər doğrudur? Belə bir şeyin olması mümkündürmü, yoxsa yox? Çox rast gəlinən bir şeydir əslində. Xahiş edirəm, mövzuya toxunun. Bilirsiniz nə üçün? Yəni əvvəldən bu siz dediyiniz kimi psixoloji durumu mütləq şəkildə belə həssas olan adamlar məsələn bilmir. Əslində psixoloji durum əməliyyatdan əvvəl dəyərləndirilməlidir. Elə insan var ki, sən ona necə gözəl bir burun düzəltsən də, o sonra özünün depressiv halı ilə mi bağlı olaraq, ya xarakteri ilə bağlı olaraqmı, ya neyinəsə bağlı sənə müraciət edib onu üstündə dayana
bilər və psixoloji narahatlıqla keçirə bilər. Ona görə birinci psixoloji durumu pasientin dəyərləndirilməlidir. Bu əsas şərtlərdən biridir. Ancaq çox vaxt narkozda istifadə olunan dərmanların düzgün dozalanmaması ilə mən bağlayıram, əlaqələndirirəm bunu ki, ola bilər. Belə şeylərə rast gəlinə bilər və bir də ola bilər burundan həqiqətən də narazı olsun pasient. Və bu narazılıqla da əlaqədar depressiyaya da girə bilər, aqressiv də həkimlə danışa bilər, evdəkilərə də aqressivlik göstərə bilər. Yəni dərəcəsinə baxır. Görünüşündən narazı qaldığı üçün bu münasibəti göstərə bilər. O da ola bilər. Yəni dərəcəyə bağlıdır. Hansı dərəcədə aqressivdir insan? Ya həqiqətən ümumi psixikası pozulub. Yəni baxır vəziyyətə. Bu məqamda bir sual yarandı Elnur xanım. Məsələn, elə pasientlər var ki, bir dəfə burun əməliyyatına girirlər, amma narazı qalırlar. Bunu təkrar eləyirlər. Elə hətta tanıdığım bir insan var, artıq 17-ci dəfə burun əməliyyatını patoloji bir vəziyyətdir. Nədən olar? Nədən olur bu? Yenə də deyirəm, bu psixiki vəziyyətlə bağlıdır. Yəni ən çox eləyə bilərsiniz bunu 2 dəfə. 2 dəfə. Yəni birinci dəfə narazı qalmısınız, artıq ikinci dəfə o qədər araşdırmalısınız ki, həkiminizi ki, bu artıq ikinci dəfə mən bu əməliyyata gedirəm, burada o struktur pozula bilər, materiallarım korlana bilər. Yəni ikinci dəfə araşdırıb gedirsiniz. Yəni bu dəfə də narazı qalıb artıq üçüncü dəfə əməliyyata gedirsinizsə, burada artıq başqa bir şeydir. Başqa bir şey. Artıq psixoloji, bayaq dediyimiz kimi sədə. İnsanın ruh halından asılıdır. Doktor, əməliyyatdan öncə hansı müayinələr vacibdir, şərtdir? Əməliyyatdan öncə birinci ürək yoxlanılır. Sonra ağciyərlərin funksiyaları yoxlanılır. Bunlar hamısı aparatura ilə yoxlanılır. Qan göstəriciləri yoxlanılır, qan dəyərləri yoxlanılır və infeksiyalar. Bunlar əsas şərtlərdir və bu müayinələr zamanı əgər nəsə bir şey aşkar olunarsa, biraz da dərinləşdirə bilərik. Hətta məsəl üçün biz ağciyərin bir dənə rentgeni ilə kifayətləniriksə, ola bilər xəstəni KT-yə də göndərək, ola bilsin ki, MRT-yə də göndərək. Yəni bəzən başqa bir şey üçün müraciət eləyir pasient. Müayinə zamanı başqa bir şey tamamilə aşkar olunur və müayinələr dərinləşdirilir. Və bu müayinələrin nəticəsinə bağlı olaraq biz pasiyenti qəbul edib əməliyyat edə bilərik və əməliyyatdan imtina da edə bilərik ki, filan problemlərə görə biz sizə əməliyyat eləmirik. Məsələn, əməliyyat olunur, əməliyyatdan sonra pasiyentlərin çoxu şikayət edir ki, nəfəs almamda çətinlik yaranıb. Görünüş gözəldir, amma nəfəs ala bilmirəm, ağızdan nəfəs alıram, başımda şiddətli ağrılar olur. İstərdim bu barədə bir balaca danışaq. Əməliyyatdan sonra. Bəli, əməliyyatdan sonra. Mən bildiyimə görə özüm də əməliyyat olunduğum üçün artıq belə bir təcrübəm var. 6 ay müddətində bu mümkündür. Çünki ödəm var, şiş var və nəfəs almada da çətinlik ola bilər. Əslində pasient müraciət eləyir, birinci şərt tənəffüsün pozulmasıdır. Ki, mən istəyirəm yaxşı nəfəs alam. Artıq ikinci baxım burada estetik görünüşdür. Və əməliyyatı əgər lor estetik cərrahi icra eləyirsə, burada yəni inanmıram ki, pasient sonra tənəffüsdən şikayətlənmiş olsun. Əgər varsa da şikayət, ola bilsin ki, burada balıq qulaqlarının bir daha şişməsi ilə əlaqədardır, allergik meylli pasiyentdir və yaxud başqa bir iltihabi xəstəliklə bağlı bunun içərisindəki digər strukturlarda şişmə baş verir, tənəffüs pozulur. Amma çəpər mənə elə gəlir ki, burun çəpəri əməliyyat zamanı tam düzəldilir. Elnur xanım, bir məqamda qeyd elədiniz ki, əgər əməliyyatı lor estetik cərrahi icra eləyirsə, o tam fərqlidir. Bax, bunu istəyirəm biraz zəhmət olmasa açıqlayaq. Yəni belə seçici yanaşmayım. Sadəcə olaraq estetik əməliyyatları çox həkimlər edir. Əsl burun əməliyyatlarını əsas icra etməlidir lor estetik cərrahlar. Çünki bütün anatomik cəhətdən çox rahat yanaşırıq buruna. Birinci çəpərini, ümumiyyətlə burun ara kəsməsini düzəldirik ki, birinci burun tənəffüsü gözəl olmalıdır. Burun təkcə estetik görünüş üçün olan bir orqan deyil, bizim tənəffüsümüzü təmin edən bir orqandır. Və mənə elə gəlir ki, həmişə lor estetik cərrahlar bir başqa cür yanaşır buruna. Görüntüdən daha çox. Bəli. Onda şikayətlər də az olur. Pasiyentin Bəli, funksional nəfəs rahat. Bəli. Şikayətlər də az olur ondan sonra, mən belə başa düşdüm. Mən belə düşünürəm. Əməliyyatdan sonra neçə müddətə, nə qədər müddətə pasiyent istədiyi görünüşə gəlib çıxa bilir? Çox individualdır. Elə pasiyent var ki, gipsi açdığımız gün demək olar ki, nə bir göyərti, nə bir ödem. Pasiyent burnunu açan kimi burnunu sevir, yəni belə olur. Bu dərinin, dəraltı toxumanın, ödeminin çəkilməsi,
İnsan müəyyən proseslər var ki, individualdır. Hər orqanizmdə bir cürdür ödemin yatışma sürəti. Ancaq elə pasiyent də var ki, gipsi açırıq, deyir, mən belə burun istəmirdim. 10 gündən sonra sevinə-sevinə zəng vurur ki, biraz yaxşıdır. Bir aydan sonra deyir, yaxşıdır, düzəlir. Yəni bu zaman-zaman otura bilər. Elə pasiyentlər var ki, üzündəki göyərmələr çox gec çəkilir. Amma elə pasiyent var ki, yenə də deyirəm, 10 gündən sonra biz gipsi açırıq, silikonları çıxardırıq, heç bir göyərmə yoxdur. Yəni pasiyentə görə dəyişir. Tam individualdır belə. Amma ağrılar mən sizə deyim ki, rinoplastikadan sonra ağrılar eşitməmişəm ki, pasiyent desin ki, ağrıyıram. Amma çox nadir hallarda olur. Olması normaldırmı? Olması normaldır əslində. Amma az olur. Belə bir şey də var Səidə xanım. Bir çox pasiyentlər bir-birinə bənzəməyə başlayır. Yəni bu dediklərimizdən yayınmaq üçün biz başqa bir metod seçmişik. Yəni pasiyentlə əməliyyat öncəsi bir görüşmə eləyirik. Əməliyyatdan öncə bir dəfə də üstündən keçirik. Hansı formanı istəyirsə. Mən hətta 3D formatda bir Photoshopda hazırlayıram ki, təxminən sizin üz ölçülərinizə uyğun burun budur, bəyənirsinizmi? Belə bir burunu düzəldəcəm sizə, razısınızmı? Və pasiyent onun üzərində işləyir. Ucu biraz belə olsa yaxşı olar, üstü biraz belə olsa və o istədiyi şeylərin hamısını biz orada düzəldirik. Artıq bir 95%, 90% yəni istədiyi modeli ona verməyə çalışıram. Və şükür ki, hələ indiyə qədər o görüntülərindən narazı olan pasiyent görməmişəm. Çünki biz əvvəlcə onu danışırıq deyə bəzi adamlar əlində şəkil gətirir. Belə bir burun istəyirəm. Yəni o burun həmin sifətdə, həmin ölçülərdə gözəl görünür. Məsələn, sizin üzünüzə qoysam o sizə yaraşarmı? Həmin burunu bu xanımın üzünə köçürdürük. Biz o Photoshopda görürsən, yaraşmır. Amma onun öz üz ölçülərinə uyğun bir tənlik hazırlamışıq və o tənliklə biz ölçüləri qoyuruq, o burnu hazırlayırıq, o Photoshopu pasiyent bəyənir. Razılaşır. Bəli, razılaşır ki, bu qəşəngdir. Bəs son zamanlar daha çox hansı buruna üstünlük verirlər? Məsələn, əvvəllər Slavyan burnları sevirdilər. Yəni bir balaca burnu dik və daha çox yığcam və kiçik. İndi bəs hansı burnu daha çox arzuluyurlar, istəyirlər və bu arzu ilə də sizə müraciət edirlər? Mənə müraciət edən pasiyentlərin əksəriyyəti təbii burun istəyirəm cümləsini işlədir. Ay, nə gözəl olsun. Cümləni işlədir. O cümləni işlədir. Ancaq gedişatda biraz ucunu yuxarı eləyərsiniz, biraz ucunu aşağı eləyərsiniz, əlavələri olur. Amma birinci cümlə çox təbii olsun, çox fərqli istəmirəm, defektlərim düzəlsin, kifayətdir. Yəni belə pasiyentlərlə işləmək daha rahatdır. Məncə. Bu cavabdan sonra demək istəyərdim ki, bir əvvəllər əməliyyat üçün bir çox bizim vətəndaşlarımız xarici ölkələrə üz tuturdular. Amma hal-hazırda xaricdən bizə gəlirlər. Bax, bu dəyişiklik nə ilə bağlıdır? Mənim bu öz fikrimdir. Yenə də demək istəyirəm ki, Azərbaycanlı həkimlər, yenə də öz fikrimdir. Digər həkimlərə nisbətən mənə elə gəlir ki, öz üzərlərində daha çox işləyirlər və daha səliqəli işləyirlər. Xaricdə olunan əməliyyatlar ikinci olaraq bəzən bizə gəlir. Məsələn, filan tənəffüsümü bəyənmirəm, görüntünü bəyənmirəm. Biz o işləri görürük. Bizim həkimlərin daha səliqəli işlədiyinə bir daha əmin oluram. İndi də ki, Azərbaycanda çox şükür müasir texnologiyalarımız var. Həkimlərimiz üzərində çox çalışırlar. Müxtəlif ölkələrə gedirik, müxtəlif konferensiyalarda iştirak edirik, məlumatlar toplayırıq və özümüzün də əlavələrimizi ona qatırıq. Çünki mən inanmıram ki, burada standart hansısa bir texnika ilə işləyən estetik cərrahlar var. Çünki hamı öz əlavələrini ora qatır, öz tərzinə qatır və mən öz həkimlərimizin işindən məmnunam. Ay, nə gözəl. Doktor, keçmədik xəstəliklərə. Burun, boğaz və qulaq. Ən çox sizə müraciət edən pasiyentlər nədən şikayət edir? Ümumiyyətlə bu 3 orqanın üçündən də şikayət edirlər və üçü ilə də bağlı bizə müraciət edirlər. Burunla bağlı müraciət edirlər, tənəffüs pozğunluğu ilə bağlı, görüntü ilə bağlı bayaq danışdıq. Boğaz xəstəliklərinə bağlı müraciət edirlər. Ən çox son vaxtlar virus infeksiyalarına bağlı mən görürəm ki, daha çox yayılıb və qulaq xəstəliklərinə bağlı. Bu 3 orqanın üçü də bir-biri ilə bağlı olduğuna görə biz bunu ayırmırıq. Yəni qulaqla bağlı gəlir, çünki qulaq xəstəliklərinin əksəriyyəti bağlıdır burunla boğazla.
Burunda və boğazda infeksiya varsa və bizim insanlarda da profilaktik olaraq həkimə gəlmək çox az, nadir hallarda olduğuna görə xəstəyə ağırlaşmış fazada gəlir. Və ağırlaşmış fazada bu üç orqanın üçü də zədələnmiş olur. Qulağı müayinə edirik, aşkarlayırıq ki, burunda problemlidir. Sonra aşkarlayırıq ki, boğazda da problem var və yəni bir pasiyent heç vaxt bir dənə orqana görə gəlmir bizə. Gələndə artıq üçündə də bütün kombinasiya, bütün buket olur və ayrı-ayrılıqda onların üçündə müalicə edib o ilk gəldiyi xəstəliyi ondan sonra müalicə edə bilirik. Doktor, eşitmə itkisi ən çox nədən yaranır? Eşitmə itkisi genetik ola bilər. Genetik ola bilər, anadan gəlmə. Eşitmə itkisi burun-boğaz xəstəliklərinin ağırlaşması kimi də ola bilər. Posttravmatik də ola bilər. Yəni xəstənin müraciət edəndə biz anamnez toplayanda artıq müəyyən edirik ki, bu problem başlanğıcı nədir, səbəbi nədir və ona görə də biz pasiyentə müalicəni veririk. Amma ən çox hallarda gəlir uşaqlı, böyüklü qulaq xəstəliklərinin əksəriyyəti və həmçinin eşitmə prosesindəki problemlər burun tıxanıqlığı ilə əlaqədar olur və həmin iltihabın qulağa yayılması ilə bağlı eşitməmizdə problem yaranır. Bu da gecikmiş nəticədir. Doktor, mən belə bir şey eşitmişəm, antibiotiklərdən də sonra qulaqlarda zəifləmə olur. Bəli, antibiotiklərin külli miqdarda istifadə olunması, normadan artıq, dozanı düzgün hesablamamaq, bunların hamısı ototoksik təsir göstərən antibiotiklərimiz var. İndi çox az istifadə edirik, yəni ancaq çox vacib olan şərtlər daxilində istifadə olunur. O antibiotiklərin verdiyi dəyişiklik də qalıcı olur. Doktor, elə mən onu sual verəcəkdim. Bərpa olma imkanı var yoxsa yox? Yəni bunun bir müalicəsi varmı? Müalicələri əgər zamanında müraciət edibsə, ola bilər. Amma çox vaxt əməliyyatla da mümkündür. Bəli, əməliyyatla mümkündür. Hansı əməliyyat olunur? Yəni hansı əməliyyat məsləhət görürsünüz? Hansı səviyyədə zədələnməsinə bağlı olaraq. Hansı səviyyədə zədələnibsə, onunla da bağlı əməliyyatlar olunur. Koklear implanta qədər qoyulur. Yəni eşitmənin bərpası üçün çox müxtəlif müalicə metodlarımız var. Yəni mümkündürsə əməliyyatla da çarəsi var, müalicə ilə də çarəsi var. Bəs qulaq iltihablanması ən çox nədən baş verir? Qulaq iltihablanması, qulaq ümumiyyətlə 3 hissədən ibarətdir. Xarici qulaq, orta qulaq, daxili qulaq. Xarici qulağın iltihablanması ola bilər, hətta xaricdən qulağa düşmüş hər hansı bir infeksiya. Göbələk infeksiyası da ola bilər, digər infeksiya, bakteriya infeksiyalar da ola bilər. Xaricdən düşür, hovuzdan, sudan, yuyunarkən və yaxud da əlimizdən də düşə bilər. Orta qulağa infeksiya ən çox düşür burun boşluğundan. Bəli, burun infeksiyalarından düşür. Ən çox adenoidli uşaqlarda biz buna rast gəlirik ki, orta qulağın iltihabı xəstəlikləri olur. Hətta təbil pərdəsinin, təbil zarının dəlinməsinə qədər, yəni gətirib çıxarda bilir bu xəstəliklər. Qulaqlarımızda, burnumuzda və onları necə təmizləyək ki, həm ziyan eləməyək, həm də ki, estetik baxımdan gözəl görsənək. Bütün orqanlar öz-özlərini həm təmizləyə bilirlər, həm qoruya bilirlər. Onun kimi burun ifrazatı ilə, burun tükçükləri ilə özünü qoruya bilir. Qulaq ifrazatı ilə, qulaq tükçükləri ilə özünü qoruyur. Göz yaşı vasitəsilə, göz qapaqları, kipriklər vasitəsilə özünü qoruyur. Yəni bütün orqanlarımızın özünə məxsus bir qoruma sistemi var. Əvvəllər mənimlə gəlir ki, Səidə xanım, bu tez-tez biz rast gəldik. Uşaq olanda da eşidirdik ki, boğazda artıq ət var. Orqanizmimizdə artıq heç bir şey yoxdur. Yenə də, Boğaz əti deyilən damaq badamcıqlarıdır. Onlar 2 dənə olurlar, sağda və solda. Bu damaq badamcıqlarının da özünün immun sistemə bir qatqısı var. Əgər biz onları xəstələndirib və onları tam sıradan çıxardana qədər vəziyyətlərini ağırlaşdırmırıqsa, bu artıq ət deyil. Yəni onu demək istəyirəm. Sadəcə olaraq orqanizmdəki bütün xəstə orqanlardan qurtulmaq kimi bir xasiyyətimiz var. Çünki bizim insan, yəni Azərbaycanda yaşayan əhalinin hardasa bir 70-80% profilaktik müayinələrə gəlmir. Artıq iş işdən keçəndən sonra. Hər hansı bir xəstəliyi biz aşkar eləyə bilmirik. Əgər vaxtında aşkar olunsa o damaq badamcıqlarının xəstəlikləri, biz onu düzgün yumaqdır, fizioterapevtik metodlardır, müalicə metodlardır. Heç olmasa biraz yardım edib o orqana köməklik eləyə bilərik. Və gələk adenoidlərə. Adenoidlər burunda artıq ətdir. Bu həqiqətən götürülməsi vacib olan bir törəmədir. Xoş xassəli bir törəmədir. Əgər ölçüləri
həddindən artıq böyüdürsə, o da operativ olaraq götürülməlidir. Yox, kiçik ölçülü adenoidlər zaman keçdikcə, yaşımız ötdükcə onsuz da sorulmağa məruz qalan bir orqandır. Yox, bizim damaq badamcıqlarımız xəstələnirsə və bu xəstəlik davam eləyirsə, damaqcıqlar vaxtında müalicə olunmayıbsa, həmin o kiçik ölçülü adenoidlər böyüməyə məruz qalırlar və yenə də sonuçda o da kəsilib tullanılır. Aydındır. Doktor, yenə gələk xəstəliklərə, sinusit xəstəliyindən istəyirəm danışaq. Bu barədə məlumat verərdi. Son illər müalicə metodumuz necə olur? Hansı müalicə metodları var? Zəhmət olmasa bu barədə danışasınız. Burun ətrafı boşluqların iltihabıdır sinusitlər. Yəni burun ətrafındakı ciblərin iltihabı xəstəliyidir. Yenə də müraciət etmə zamanından asılı olaraq müalicəvi və operativ yolla biz onlara yanaşa bilərik. Sadəcə olaraq yenə də deyirəm, bizim pasiyent yenə gəlir ən ağır vəziyyətdə. İndi bizdə endoskopik sinus cərrahiyyəsi mövcuddur. Bunun vasitəsilə çox gözəl əməliyyatlar aparılır, sinuslar tamamilə boşaldılır, təmizlənir və az travmatik hesab olunur bu metod. Tənəffüs yollarında bəzən anadan gəlmə, bəzən sonradan yaranmış darlıqlar olur. Bunların tam müalicəsi mümkündürmü? Anadan gəlmə darlıqların müalicəsi ancaq operativ yolladır. Çünki o atreziyalar ancaq açılmalıdır əməliyyat yolu ilə. Bəli, əməliyyatdan sonra onlar tamamilə bərpa olunur və öz funksiyalarını bərpa edirlər. Sonradan yaranma darlıqlar müxtəlif iltihabi xəstəliklər nəticəsində ola bilər və allergik xəstəliklər nəticəsində ola bilər ki, burada konxalar, burun balqoqları deyilən bir orqanlar var. Onlar şişir və burunda süni darlıqlar yaradır. Onlar müalicəsi var, bəli. Çox sağ olun gəldiyiniz üçün, suallarımızı cavablandırdığınız üçün. Verilişimiz isə davam edir. Verilişimizə Kraton Klinikasının sponsorluğu ilə baxırsınız. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı, gözəlliyinizlə qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlığı mərkəzləri mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksiyonist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmafariyaz, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton Klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, sizin üçün Kraton Klinikasında xüsusi sosial endirimlər mövcuddur. Bu endirimlərə yararlanmaq üçün e-sosial mobil tətbiqi yükləyib qeydiyyatdan keçərək tətbiqdəki barkodu ödənişdən əvvəl kassada göstərməyiniz kifayətdir. Kraton Klinik sağlamlığınız uğur hekayənizdir. Verilişimizə Kraton Klinikasının baş sponsorluğu ilə baxırsınız və növbəti qonağımız təqdim etmək istəyərdik. Növbəti qonağımız bədənimizin ən etibarlı yeri ürəyimizdir. Eyni zamanda da ən etibarsız yeri ürəyimizdir. Odur ki, şah yerdən başlayırıq. Bugünkü qonağımız tibb elmləri doktoru, professor, Azərbaycan Kardioloqlar Cəmiyyətinin və Türk Dünyası Kardioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Kardioloqlar Cəmiyyətinin həqiqi üzvü, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya Kafedrasının professoru İsaq Mustafayevdir. Doktor, xoş gəlmisiniz. Vacib bir mövzuya toxunacaq. Hə, Zümrüt, necə bayaqlarımı oxuyurdun? Aha. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Doğrudan da bizim bədənimizdə Ya da əksinə, ürək deyir qocalmışam. Ömür deyir yaşa hələ, ürək deyir qocalmışam. Doğrudan da bizim bədənimizdə bədənimizin bütün orqanları bizim üçün çox önəmlidir yaşamağımız üçün. Amma niyəsə biz sözümüzdə, lingvistikamızda ürəyim ağrıyır, ürəyim darılır, ürəyim sıxılır. Bu sözü daha çox istifadə edirik. Nə düşünürsüz doktor? Nəyə görədir? Bayaqlar dediyiniz şeiriyyətdə də həqiqət var əslində.
Bir insanın bir biyoloji yaşı var. Bu anadan olduğu tarixlə müəyyən olunur. Amma dünyanın aparıcı ölkələrində, İngiltərə və sair ölkələrdə bir ürək yaşı var, damar yaşı var. Və belə bir deyim var, biz nə qədər qocayıq ki, nə qədər ürəyimiz və yaxud da damarımız qocadır. Ola bilər qarşımızda 30 yaşında bir adam olsun, əgər onun ürək yaşını xüsusi kalkulyatorla hesablanır, ürək yaşı 60-dan 70-dən çox olsun, digəri 80-70 yaşı var, ürək yaşı 30 yaşındadır. Birinci halda 30 yaşlını daha çox müşahidə və müayinə edib, müalicə eləyəcək. İkinci halda isə qoy yaşasın. Qoy yaşasın. Ay, çox maraqlıdır. Yaş 30, amma ürək yaşı 60-70. Doktor, bu necə olur? Nə səbəbə belə olur? Yəni, nədən bizim ürəyimiz tez qocalır? Bütün ürək xəstəliklərinin demək olar ki, 80-85% genetikdir. Yəni, bizim qarşımızda deyək ki, xəstə var. Birinin ailəsində erkən bir deyək ürək-damar xəstəliyi var, digərində yoxdur və erkən olan daha təhlükəlidir, çünki orada genetik meyillik daha çoxdur. Amma 250 risk faktoru nə qədər çox olsa da onun lap önəmliləri var. Bu arterial təzyiqin qalxmasıdır, qanda aterogen lipidlərin səviyyəsinin qalxması, xolesterinin və s. qalxmasıdır, şəkərli diabetdir, artıq bədən çəkisi, oturaq həyat tərzi və s. Çünki bütün müdaxilələr adətən ki, populyasiya səviyyəsində, ölkə səviyyəsində ürək-damar xəstəlikləri azalsın, əsasən bu 5 faktora yönəlmiş olur. Təsəvvür eləyin ki, məsələn, deyək Bakı şəhərində biz təkcə xolesterinə və arterial təzyiqə nəzarət edə biləriksə, ölüm yarı-yarı azalar. Nə gözəl. İki faktora nəzarət edəriksə, ölüm yarı-yarı azalar. Hansı faktorlar? Və yaxud da xolesterini aşağı salarıqsa, plus təzyiqi normallaşdırarıqsa, ürək-damar riski 78% azalacaq. Çox möhtəşəm bir rəqəmdir. 2 risk faktorunu aradan götürməklə görün nəyə nail oluruq. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının belə bir məlumatı var. Əgər bütün dünyada arterial təzyiqə, yəni qan təzyiqinə nəzarət eləmək 50% insanlarda nəzarət eləyə biləriksə, 120 milyon dünyadan gedir söhbət, insultun, 79 milyon ürək-damar ölümünün, 76 milyon miokard infarktının və 13 milyon ürək çatmazlığının qarşısını alarıq. Bir risk faktorunu bütün insanlarda 50%-də normaya endirə biləriksə, bax, bu möhtəşəm rəqəmlər alınır. Maraqlıdır. Yəni, doktor, əlbəttə ki... Edə biləriksə, bəs niyə etmirik, doktor? Çətindir. Çünki qan təzyiq olan xəstələrin hər ikisindən biri onda təzyiq olduğunu hiss eləmir. Hiss eləyənlərdən ikisindən biri müalicə almır, müalicə eləyənlərdən də ikisindən biri adekvat müalicə almır. Yəni təzyiqin səviyyəsi normallaşmır. Baxırsınız, çünki insan əgər bir xəstəlik hiss eləmirsə, o dərman içəndə, təzyiqi düşəndə biraz da zəiflik olur. Deyir, bundan qabaq özümü daha yaxşı hiss edirəm. Burada təbii ki, birinci məsələnin 3 tərəfi var da, yəni bir xəstə, 2 xəstəlik, 3 dərman, verilən dərman. Xəstələrdə bu riayətkarlıq deyilən bütün dünyanın böyük problemidir. Yəni yazılan müalicəyə riayət eləmirlər. Ən yaxşı riayətkarlıq 80% riayətkar olanlarda təsəvvür eləyin, eyni dərman yazıbsınız, biri 80% riayət edir, digəri 30%, o 80% olanlarda ən azı bir 25-30% ürək-damar xəstəliyi daha az olacaq. Belə bir deyim var ki, dünyada ən yaxşı dərman da əgər o içilmirsə kömək eləməyəcək. Xəstə normadan yuxarı deyək, sistolik təzyiq 140-dan yuxarıdır çıxırsa, bu həkimin günahıdır. Həkim müalicəni intensivləşdirməlidir, yəni artıq güclü dərman yazmalıdır ki, təzyiq düşsün. Buna həkim inertliyi deyirlər, bu da çox böyük problemdir. Hətta bir belə həkimlər tənqid olunur. Amma bir belə zaman keçib, yenə də məsələn Amerika Birləşmiş Ştatlarında son tədqiqat göstərir ki, hətta 160 olanda belə reaksiya verməyən həkimlər var. Niyə doktor? Niyə reaksiya vermirlər? Bilirsiniz, məsələnin çox tərəfi var. Bir, ya ola bilsin ki, tövsiyələri bilmir. Yəni, bilik səviyyəsi aşağıdır. 2, qorxur daha da aşağı salmaqdan. 3-cü tərəf dərmandır. Gərək elə dərmanlar klinik praktikaya daxil ola ki,
o dərmanlar həm effektli ola, uzun təsir ola, yəni gündə bir dəfə təyin edə bilək. Dərmanın qəbulunun sayı artdıqca xəstə onu qəbul etməyəcək. Düzdür. Bir dənə yazılsa eləyəcək. Bir də yan təsirləri olmamalıdır, az olmalıdır və yaxud da heç olmamalıdır. Belə dərmanlar indi yavaş-yavaş klinik praktikaya daxil olur, çox yaxşı ki. Doktor, hardan bilməliyik ki, bizim doğrudan da bəzən olur ki, heç də xəbərin yoxdur təzyiqdən. Hansısa deyirlər ki, məsələn, beyninə qansızdır və s. və yaxud bəzən də olur ki, məndə mütəmadi olaraq məndə təzyiq var. Mən nə edirəm? Mən bir dərman alıram. Heç həkim nəzarətində yox. Bəli. Bir dərman alıram, Sovet dövründən qalmışdı. Hamı da məsləhət görür ki, onu iç. Onu atıram, baş ağrım dayandı, təzyiqim düşdü və salam. Yəni bu nə dərəcədə mən özüm şəxsən öz orqanizmimə. Üzr istəyirəm Zümrüt. Bir də belə bir şey var. Təzyiqin var. Mənə həkim bu dərmanı yazıb, al bundan qəbul elə. Çox yaxşı faydası var. Gündəlik praktikamızda ən çox təsadüf elədiyimiz hallardır. Hər ikisi yanlışdır. Yanlışdır. Hər bir neçə xəstə var, bir xəstəlik hər adamda fərqli gedir. Ona görə də hər bir konkret xəstədə müalicə fərdiləşdirməlidir. Mənə düşən dərman sizə düşməyə bilər və yaxud da əks təsir göstərə bilər. Biz hər dəfə bir dərman yazanda fikirləşməliyik. Bunun fayda, zərəri necədir? Fayda, zərəri qat-qat üstələyirsə o yazılar. Yox, bərabərdirsə heç yazılmaz. Bəs mən nə edeyim doktor? Mənim sualım. Siz əlbəttə həkimə gedin. Birincisi orada müayinələr lazımdır. Bu təzyiq sizdə baxın istəyirəm. Xüsusilə də ürəkdə bayaqlar dediyiniz kimi dəyişiklik veribmi? Bir məsələ var. Məsələn, bir insanda ola bilər ki, cəmsi 2 ayda təzyiq qalxıb, artıq sol mədəcin hipertrofiyası var. Birində isə 5 illik təzyiq var, heç bir dəyişiklik yoxdur. O 2 ay qalxan daha təhlükəlidir. Ona 5 il daha artıq ciddi müalicə eləmək lazımdır. Məndə 5 ildən çoxdur. İndi baxmaq lazımdır ürəkdə. Demək ürəyi yoxlatdırmalıyam mütləq. Çox qəribədir ki, mən hər bir şeyi gedirəm 6 aydan bir yoxlatdırıram, amma ürəyi sonuncu bir dəfə kardioqramma EXO istənilən klinik vizitdə əslində olmalıdır. Deməli 5 illik dəyişiklik olmalıdır. Bu bir ikincisi əgər sizin çox güman ki valideynlərinizdə yaxın atam ürəkdən rəhmətə gedib, bəli. Burada şübhəsiz yoxlanmalısınız. Çünki bilirsiniz necə ürək damar xəstəlikləri dünyada bir nömrəli qatil sayılır. Təsəvvür edin ki, hər il 19 milyona yaxın insan ürək damar xəstəliyindən ölür. Təəssüf ki, bəli. Bu bütün dünyanın hətta aparıcı ölkələrində ölümün strukturunda yenə birinci yerdə damı 35%-lə. Amma kasıb ölkələrdə bu 75%-lə. Yəni gəliri az olan ölkələrdə daha çox olur. Çünki bunlar daha az səhiyyə sistemindən yəni faydalana bilirlər. Doktor, ürək damar xəstəlikləri daha çox bu dediyimiz infarkt, yəni mikroinfarktlar, bu daha çox kişilərdə rast gəlinən bir xəstəlik. Niyə? Bax, səbəbi nədir? Amma son zamanlar qadınlar arasında da rast gəlinir. Buna sakit infarkt deyirlər də. Yox, məsələ belədir. Doğrudan da deyək 60-75 yaşa dək kişilər infarktdan daha çox dünyasını dəyişir. Hətta qəflət ölüm də belə kişilər arasında 4-5 dəfə qadından çoxdur. Xüsusilə o yaşda. Amma 75 yaşdan sonra qadınlarda çox olur. Çünki ona tan kişilər qırılır da, öləsi kişi qalmır. Kədərlidir. Doktor, amma belə qadınların Tanrı elə yaradıb ki, onlar neçə ki nəsil vermək qabiliyyətindədir. Onların hormonları qoruyur qadınları ürək damar xəstəliyindən. Amma elə ki o proses dayandı, sürətlə gəlib kişilərə çatır, sonunda da ötür. Belə bir şey var. Doktor, nə məsləhət görürsünüz? Necə eləyək ki, ürəyimizi qoruyaq? Anadan doğulandan başlamaq lazımdır bunu. Məsələn, deyək ki, bir uşaq biz elə həkimlərin də günahıdır. Soruşmur, anadan doğulanda neçə kilo idi? Əgər uşaq aşağı bədən çəkisindən doğulubsa, gələcəkdə ürək damar xəstəlikləri 2-4 dəfə çox olacaq. Uşaq yaşından başlayır. Səbəb? Meyilli olur da onlar ürək damar xəstəliyinə meyilli olur. Çəki az olanda? Çəki az olanda böyrək çatır. Gələcəkdə böyrək xəstəliyi də çox olur. Nefronun sayı da az olur da. Və ürək damar xəstəliyi də. Ürəklə böyrək eyni orqandadır. Biri xəstələndə, o birisi də xəstələnir. İkisi bir-birinə bağlı orqan. İndi son vaxtlar fikir verin. Müalicə almalıyıq.
Elə əslində düz başa düşürsüz. İndi məsələn götürürlər, uşaq anadan olan kimi göbək venasından qan götürürlər, o lipid spektrini yoxlayırlar. Sadəcə olaraq gələcək ömrünün davamında bir 16-20% arta bilər. Əgər uşaq yaşından orada yüksəkdirsə, artıq o profilaktik tədbirlər o yaşdan başlamaq lazımdır. Amma biz məsələn deyək ki, ən çox ürək-damar xəstəliyinin ölümü azaldan statin statinlərdir də, yəni qanda xolesterin səviyyəsini salandır. Çünki təkcə onun rolu 24%-dir ürək-damar xəstəliklərinin. Məsələn, ürək cərrahiyyəsi bu 10-12% cəmisi ürək sonradan xəstələnəndən sonra. Amma o premorbid deyirlər. Xəstələnənədək biz verəriksə, adətən bu ateroskleroz sayılır da. Bunun mayası uşaq yaşından qoyulur əslində. Və yaşa dolduqca bu ateroma, yəni plak deyirlər, damar divarında bir düyüm əmələ gəlir. O əgər 100% daraldarsa infarkt baş verir. Yox 80% stenokardiya vaxt qeyri-sabit stenokardiya. Amma indi təsəvvür edin, bu insan doğuldu, qanda xolesterini yüksəkdir. Bunun irsi hiperxolesterinemiyadan söhbət getmir, sadəcə yüksək olan insanlar və yaxud da genetik meyilli olan insanlar irsi hiperxolesterinemiya yeri gəlmişkən deyim ki, məsələn, mənim praktikamda 5 yaşında qız uşağı 3-cü infarktdan ölüb. Bu irsi atadan, anadan da keçir. Bu ata da öz həkimdir, kardioloqdur, ana da həkimdir, kardioloqdur. 5 yaşında ölüb. Bir də heterozigot forma var. Bu daha erkən 30-40 yaşına çatmamış olur. Amma ümumi dəqiq xolesterini yüksəkdir. Bunun ürək-damar xəstəliyindən rastlaşma ehtimalı təqribən 40 yaşındadır. Bizdə də çox təəssüf ki, tövsiyələr deyir ki, statini 40 yaşından sonra başla. Əgər bu insan infarkt olduqca, biz təzədən ona statin verdiksə, bunun ömrünün davamı az olacaq. Doktor, fiziki aktivlik ürək-damar xəstəlikləri olan insanlar üçün nə qədər faydalıdır? İnsan anadan olanda 3 şeyə tələbatla doğulur. Bir, hərəkətə tələbat birinci yerdədir. İkinci, yaşamaq tələbatı bundan ötürü su qəbul eləməlidir, yeməlidir, oksigen qəbul eləməlidir, hava qəbul. Bir də nəsil artırmaq tələbatı. Bunun biri ödənilməsə, ürək-damar xəstəlikləri, yəni qaçılmaz olur. Xüsusilə də fiziki aktivlik. Baxın, uşaq anadan doğulanda civə kimi hərəkət edir və onsuz onun inkişafı mümkün deyil. Amma kardiologiyada biz nə deyirik? Deyirik ki, ürək-damar xəstəliyi varsa, həftə ərzində 150 dəqiqə adi templi fiziki aktivlik lazımdır. Amma yaxşı olar ki, bu həftənin ən azı 5 günü. 2 günü intensiv olsun bu. İntensiv nədir? Yəni belə bir xüsusi meyar deyil. Biz təngi nəfəs olanda qırıq-qırıq danışırıq da. Bəli. Bu qırıq-qırıq danışıq həddinə çatdırmaq. Və çox sadədir. Yəni bir insanın 200-dən yaşını çıxırsınız. O fiziki aktivliyin dərəcəsi deyək ki, 40 yaşı var, 160-a çatdısa ürək dönməsinin sayı artıq yüklü, dayanmaq lazımdır və yaxud dincəlmək lazımdır. Amma çox qəribə bir paradoks var. Yəni deyək biri poçtalyondur da, gün ərzində çoxlu hərəkət edir. Onda ürək-damar xəstəliyi çox olacaq. Əsas sakitlik, dinclik vaxtında bulunan fiziki aktivlik. Yəni Allah allatmaq olmaz da. Yəni. Sən o biri var işin, biri də var sağlamlığın üçün. Əgər fiziki aktivlik vacibdirsə, nəyə görə biz ölüm hallarının çoxunu, məhz ürəkdən ölüm hallarının çoxunu idman salonlarından görürük ya da eşidirik? Fiziki aktivlikdə yarış elementi olmalı deyil. Əgər yarış elementi varsa, mən bayaqlar dedim, o deməkdir ki, siz orqanizmin rezerv imkanlarını zorlayırsınız. Yəni bu əksinə təsir göstərə bilər. Bir ikincisi də bu yarış elementi olan adamlarda həyəcan olur. Bayaqlar mən sizin qəbula gələndə olan həyəcan kimi. Və bu kataxlaminlərin qanda səviyyəsinin qalxması və nəticədə ürəkdə qəflət ölümü üçün çox təhlükəli aritmiyalara gətirib çıxara bilər ki, öldürə də bilər. Bu bir ikincisi də idmançılarda sol mədəciyin divarının qalınlaşması olur. Bunu təsəvvür edin ki, 1 millimetr cəmsi qalınlaşması ürək-damar hadisələrini 17 dəfə artırır.
Yəni heç də o idmanla, xüsusilə idmanın ən yaxşısı bilirsinizmi hansıdır? Hansıdır? Ən əlçatanı bərk yerimək. Yerimək. Ən vacibi Yürüş. orqanizm üçün xeyri bərk yerimək. Sürətlə. Sizin Sürətlə üçün yerimək. hansı sürətdir? İkincisi üzmək, üçüncüsü tenis. Tenis. Tenis, bəli. Yerdə qalan ki, o statik idman, özünü turnikdə dartırsan, siz deyin, ağırlıq qaldırırsınız. Onların əksinə o qalxan vaxt xüsusilə hipertoniklərdə fəlakət baş verə bilər. Təzyiq çox yüksək rəqəmlərəcə qalxır. İnfarktın əlamətləri. Bəzən mədə ağrısı ilə ürək ağrısını səhv salır. Normalda əslində əsl ürək ağrısı kök sümüyünün arxasında olur. Yandırıcı, sıxıcı, dağıdıcı, cırıcı və sol qola, sol çiyinə, üzün sol yarısına irradiasiya eləyir. Burada aşağı divarın infarktı isə siz dediyiniz kimi mədə nahiyəsində olur. Yanma olur. Yanma və yaxud da ağrı, bəzən hətta öymə qusmu ilə də müşayiət oluna bilər. Amma istənilən nahiyədə ola bilər, sağ tərəfdə də ola bilər. Tibbi ədəbiyyatda daban nahiyəsində var. Mənim praktikamda böyrək sancısından gəlibdi. Doktor, sizcə tütün və enerji içkiləri ürək xəstəlikləri yarada bilərmi? Məncə o bütün ürək xəstəliklərinin bir nömrə risk faktorudur. Çox, bəli. Hədsiz çox. Bütün dünyada onunla mübarizə çox önəmli verilir. Və təkcə, yəni bəzən deyirlər ki, mən gündə bir siqaret çəkirəm. İstəyir birini çəksin, istəyir 20-sini çəksin. Siqaret çəkən sayılır və çox ciddi risk faktorudur. Bu bir, ikincisi ən pis hal pasiv siqaret çəkməkdir. Sənin yanında çəkirlər, sən onun havasından alırsan, o ürəyə daha pis təsir edir. Demək ki, mən qurbanam, doktor. Mənim yanımda hər kəs siqaret çəkir. Hə, demək. Bu arada siqaret çəkmək sizin sağlamlığınız üçün ziyanlıdır. Doktor, Hədsiz ziyan. və elə söhbət Bütün xəstəliklər üçün risk faktorudur. bu xolesterindən necə qurtulaq, necə özümüzü qoruyaq, nə edək ay doktor? Məsələ belədir ki, əslində o xaricdən qəbul elədiyimiz xolesterin çox da önəmli deyil. Təhlükəli deyil, 90-95% o da təhlükəlidir, amma qaraciyər sintez edir. Orqanizmdə xolesterinin iki mənbəyi var. Ən vacibi qaraciyərdir, sonra qəbul elədiyimiz qidalarla. Amma bir şeydə haqlısınız ki, o kalorili qidalar şəkini qaldırır. Onun özü sərbəst risk faktorudur. Əgər yeyirsinizsə, buyurun yiyin, amma sonra onu əridin o enerjini. Əgər siz hər bir insan yoxlamalıdır, 80-dən artıq sakit halda ürək döyməsi vurursa, bunlarda ürək damar xəstəlikləri riski çox yüksəkdir. Ən yaxşı ürək döyməsi 60-65 arasındadır. Bunlar çox yaşayırlar. Çox yaşayırlar. Amma onu dərmanla endirəndə onlar qədər də çox yaşamır. Bəzən deyirlər ki, onu heç nə hiss eləmədi, birdən-birə oldu. Necə hiss eləyə bilər? Yəni hansı bir dəyişiklikdən sonra həmən həkimə getməlidir, ürəyini yoxlatmalıdır? Siz deyirsiniz hiss eləmir. Burada məsələ burasıdır ki, ən çox belə hallar diabeti olan insanlar. Diabet. Çünki diabet o ağrı reseptorlarını məhv eləyir. Ona görə də çox vaxt onlar ağrı hiss eləmir, amma onun ekvivalenti, yəni bərabəri simptomlar var. Ürək doyğunluğa, qəfil təngi nəfəslik və s. Amma təkcə diabetin varlığı kifayət eləyir ki, bu adam bir infarkt keçirmiş qədər proqnozu pis sayılır. Bunlar daimi nəzarətdə olmalıdır və daimi müalicə altında olmalıdır. Daimi nəzarət demişkən neçə müddətdən bir həkim müayinəsindən keçməlidir və Hər bir konkret xəstədə konkret rəqəmlər var. Amma deyək ki, 40 yaşından sonra ən az ildə bir dəfə. Başqa hallarda isə yalnız bir narahatçılıq olanda müraciət edə bilər. Doktor, təşəkkür edirik. Gəldiniz, vaxt ayırdınız, suallarımızı cavablandırdınız. Sağ olun. Minnətdarıq Mən sizə. təşəkkür edirəm. Çox gözəl suallar verdiniz. Bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz. Verilişimiz buradaca bitdi. Hə, Zümrüt Bəli, xanım. verilişimiz bugün doğrudan da çox maraqlı oldu. Bizə baxdığınıza görə minnətdarıq və verilişimizin baş Mən də. sponsoru Kraton Klinikasıdır. Hələlik. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzləri mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapiya, fizioterapiya və reabilitoloqlar fəaliyyət göstərir.
Mərkəzlərimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisasında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmafarez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız var. Kraton klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlardan təmin olunmuşdur. Hörmətli pensiyaçılar, sizə şad xəbərimiz var. Belə ki, Kraton klinikası sizin üçün xüsusi endirimlər təklif edir. Bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqi yükləyib qeydiyyatdan keçərək tətbiqdəki barkodu ödənişdən əvvəl kassaya göstərməyiniz kifayətdir. Kraton klinik sağlamlığınız uğur hekayəmizdir.